Əziz dostlar və dəyərli Pozan Medianın tamaşaçıları, bu günləri fərqli bir mövzunu, ədəbiyyatı müzakirə edəcəyik. Qonağımız yazıcı, publisist, rəssam heykəltaraş Zahir Məliklidir. Zahir Məliklinin son günlər çapdan çıxan Rus gəmisində intiharla başlayacağıq və digər kitablar haqqında da təbii ki, müəllifin özü ilə maraqlı söhbətlərimiz olacaq. Zahir Məlikli, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Rus gəmisində intihar. Kitabın adı kriminaldır. Kitabın adı daha çox dedektiv janrını xatırladır. Amma kitabı səhifələdikcə biz daha çox halal-haram, əxlaq, milli mentalitet və digər bu kimi cəmiyyətimiz üçün, insanlarımız üçün bu gün lazım olan və mən deyərdim ki, sosial sifariş olan bir sıra məqamlara toxunmusunuz. Və mən sizi sosial şəbəkələrdən izləyirəm. Çox məhsuldar işləyirsiniz. Bunu sizin özünüzə də bir neçə dəfə demişəm. Və bu Rus gəmisində intiharın bəzi parçalarına mən sosial şəbəkələrdə rast gəlirdim. Niyə məhz bu kitab halına çevrildi? Sosial tələbat oldu, maraq oldu, oxucu istəyi oldu. Bu barədə başlayaq. Sonra da digər kitablarla bağlı suallarımı davam elətdirəcəm. Çox sağ olun, düz məqama toxundunuz. Mən bu kitabın adını qoyanda sosial şəbəkədə də əvvəl məlumat vermişdim və oxuculara demişdim ki, əslində bu kriminal deyil, dedektiv janrda deyil. Bu məzmuna uyğun qoyulub və əslində məqsədli şəkildə belə qoyulub. Məsələn, kitabın adını gəmidə intihar da qoymaq olardı və yaxud da sadəcə intihar qoymaq olardı. Mən fikirləşdim ki, yox, elə Rus gəmisində intihar yazmaq daha uyğundur. Çünki içəridə dediyiniz kimi kitabın içində bizim həmdövrlərimizin, sizin, mənim çox gərgin sosial, siyasi proseslərdən keçdiyimizə görə bu kitab həm də həmin o proseslərin demək davamı kimi, ardıcıl davamı kimi göstərilib və kitabın əvvəli Sovet dövrünə deməli etibar eləyir və Rusların əsarəti altında yaşadığımız dövrdən başlayır. Burada bir neçə məqam var. Məhz Rus gəmisində, yəni bu ona işarədir ki, bu hadisələr o dövrdə baş verib və gəmidə ona görə bu gəmi sözü qabardılıb ona görə ki, ümumiyyətlə həyatımız bir gəmiyə təlatümlü, okeanda üzən bir gəmiyə bənzəyir. Və kitabı oxuyanda görəcəksiniz ki, doğrudan da oxumusunuz siz yəqin ki, görsənir ki, doğrudan da bizim bu təlatümlü həyat hekayələrdir əslində. Və burada intihar məsələsi isə əsərin əsas açarıdır və bunun səbəbləri var. Və bu, əlbəttə, bu kitabda olan bir çox hadisələr sosial şəbəkədə ayrı-ayrı hekayələr şəklində vermişdim və bu günləri sosial şəbəkələrə baxanda izləyəndə təsadüfən qarşıma çıxdı. 3 il əvvəl bu kitabdan bir neçə parça vermişdim. Və orada da deməli oxucular təkidlə israr edirdilər ki, bu kitabın davamını gözləyir, yaz. Və bu kitabı əslində yazmaq haqqında fikirləşirdim, amma tərəddüd edirdim. Çünki kitabda gördüyünüz kimi bir çox məsələlər necə qarşılanacaq və bir Azərbaycanlının intihara sövq edən səbəblər və orada bir neçə çox məqamlar var ki, əslində millətimizin mənfi tərəflərin qabardılıbdır və bu barədə önce tərəddüd edirdim, görsəm bu necə qarşılanacaq. Və nəhayətdə qərara gəldim, həm oxucuların tələbin, həm də içimdən gələn bir səsə qulaq asaraq bu kitabı yazmaq qərarına gəldim və bu kitab yazıldı belə. Ümumiyyətlə sizin ədəbiyyata gəlməyiniz biraz gec dövrlərə, yaşınızın gec dövrlərinə təsadüf eləyib. Əslində, mən sizin tərcümə yalnız oxuyanda müəllim işlədiyiniz dövrlərdə də ara sıra rayon qəzetlərində müxtəlif yazılarla, müxtəlif janrlı yazılarla çıxış eləmişsiniz. Və eyni zamanda mən girişdə qeyd elədiyim kimi siz həm də rənglərlə işləyirsiniz. Rəssam, heykəltaraş və yenə təkrar etmək məcburiyyətindəyəm ki, həm də bu sahədə çox məhsuldar işləyirsiniz. Tablolarınız mən sosial şəbəkələrdən görürəm. Buna qədərki kitablar, məsələn, O və Yerdə Qalanlar, mən onu oxumuşam və o kitabın izi ilə səyahət eləmişəm.
Bu barədə biraz sonra danışarıq. Həqiqətən də o kitab məni səriyinə aparıb, Ərdəbilə aparıb çıxardıb. O sizin yazdığınız yurd yerlərinə aparıb çıxarıb. Bax, Rus gəmisində intihar əvvəlki kitablardan nə ilə fərqlənir? Burada nə demək istəmisiniz? Çünki sizin yaradıcılığınızda əxlaq, din, iman, ədalət daha çox bu kimi məsələlərə toxunursunuz. Rus gəmisində intiharda fərqli nə var? Oxucu nəyə görməlidir? Əvvəlcə o sualın birinci hissəsinə toxunmaq istəyirəm. Gec başlamaq barədə danışmaq istəyirəm. İcazə verirsiniz. Buyur, əlbəttə ki. Əslində bəli, mən ədəbiyyata həmişə maraqlı olmuşam. Düzdür, dəqiq fənlər oxumuşam, amma ədəbiyyatla daim maraqlı olmuşam. Məsələn, mənim evimizdə o vaxt, çarpayımın böyründə, o vaxt kənd evində, həmin o divar çox qalın idi. Çünki o biri otaqda buxarı var idi. Buxarı olduğuna görə divar çox qalın idi və bu biri otaqda mən yatdığım və oxuduğum otaqda həmin divarın qalın hissəsində bir rəf olur rəf belə bir. düzəltmişdilər. Atam rəf düzəltmişdi. O rəf kitabla dolu idi. Mən orta məktəbdə oxuyurdum. Bəzən inanırsınız, gecə səhərə qədər qalın bir kitab oxuyub qutarırdım. Hətta atam dururdu, deyirdi, gözün belə xarab olacaq, niyə bu qədər şey eləyirsən, biz də qoymursan yatmağa belə filan. Amma hadisələr məni o qədər öz içərisinə salırdı ki, mən hökmən kitabı qutarmaq və ya heç onun yarısına qədər oxuyurdum. Mən burada bir nüansı yada salmaq istəyirəm. Bir dəfə indiki Nizami Kinoteatrın yanında onunla paralel oxşar binada yazısı nəşriyyatı yerləşirdi. Və Sabir Rüstəmxanlı da orada baş redaktor işləyirdi. Bir dəfə qonaq getmişdim ora. Fərman Kərimzadə gəldi. Rəhmətli Fərman Kərimzadə gəldi. Sabir müəllim rəhmətli Fərman müəllimə dedi ki, bizim onda gündüz deyəsən 4-də 5-də oxuyur. Dostoyevskini oxuyur, belə Kafkanı oxuyur filan. Fərman da onun bir qəribə bir iri bığları vardı. Dodağının altına güldü. Dedi, Sabir bəy, mən də onları uşaq vaxtı oxumuşam. Sonra vaxtım olmadı. Doğrudan da mən o kitabları elə orta məktəbdə oxuyanda oxudum. Sonra oxumaq məcburiyyəti idi. Atam müəllim idi və mənə həmişə diktə eləyirdi ki, müəllimin oğlu instituta girməməsi onun üçün nöqsandır. Belə diktə eləyirdi mənə. Mən də çox belə güclü oxumağa çalışırdım ki, bu atamın arzusu yerinə yetsin. Ona görə həm öz dərslərimi oxuyurdum, amma buna baxmayaraq bu ədəbiyyat o qədər məni aldı eləmişdi, həm də gecələr də o kitabları oxuyurdum. Hətta o qədər oxumuşdum ki, bu təvəzzükarlardan kənar olsa da gözlərim xəstələndi, gözlərim qızarmağa başladı. Sonra getdik həkim dedi, bu bahar xəstəliyidir filan, mənə qadağan elədilər oxumağa. Amma buna baxmayaraq anamı məcbur edirdim ki, anam oxusun və mən qulaq asım. Deməli, anam Nehrə çalxıya, mən yadımdadır ki, Dəli Kürü və Səfilləri bütöv oxuturdum ona, o oxuyayım, mən qulaq asmışım. Həm də ananızı oxuturdunuz. Anam oxuyurdu, mütaliəçi idi. Anam müharibə illərində müəllimə işləmişdi, bəli. Və bu, heç vaxt məni tərk eləmirdi, yazmaq, heç vaxt tərk eləmirdi. Və çoxlu hekayələrim var, yazmışam, amma indi onları aydın məsələ güzə çıxartmıram. İnstitutun 5-ci kursunda oxuyanda bir hekayə apardım Azərbaycan müəllimi qəzetində. Cavad Zavadlı rəhmətli o vaxt onun deməli ədəbiyyat səhifəsini deməli idarə eləyirdi. Və ayda bir dəfə Azərbaycan müəllimi qəzetində ədəbiyyat səhifəsi oldu. Axırıncı səhifə ədəbiyyat səhifəsi idi. Ora düşmək çox çətin idi. Çətin idi. Çünki məqalə verənlər çox idi, hekayə verənlər çox, şairlər vardı filan. Apardım, verdim. Və daha dayıcan getmədim. Xasiyyətimi bilirsiniz də, mən şey verirəm və sonra dayıcan getmədim. Bir dəfə Sabir müəllim yenə kəndə gəlmişdi, bizə də gəlmişdi və dedi, Zahir, Zavadını tanıyırsan? Dedim, hə. Dedi, mənə zəng eləmiş, dedi, Sabir müəllim, xəbərim var, sizin çətdən bir dənə də ədəbiyyata adam gəlir. Bizə bir hekayə verib və çox xoşuma gəldi. Açığı mən o hekayədən əlimi üzmüşdüm. Çünki başqa nəşriyyatlara da aparmışdım, belə deməli nəşrlərdə aparırdıq. Kimdir bizi dərc eləyən? Hə. Və əslində o hekayədən əlimi üzmüşdüm və bir nömrədə bir də gördüm ki, həmin hekayəni dərc eləyiblər. Zavadlı o hekayəni dərc. 83-cü ildə, 83-cü ilin yayında. Çap olunan ilk hekayəm 83-cü ildə olub, 6-cılarım adı. Və ondan sonra bir stimul yarandı yazmağa. Stimul yarandı yazmağa. Əlbəttə, çoxlu yazılar yazdım, hekayələr yazdım, amma heç yerdə çap oluna bilmədim. Pioner jurnalında bir yazım, kiçik bir hekayəm gedib.
Və bir də Azərbaycan pioneri qəzetində. O vaxt bu çox böyük şey sayılırdı və o məqalədən, o şəkərdən tutaraq deməli respublikanın müxtəlif məktəblərindən məktublar yazırdılar və dostluq məktubları yazırdılar. Belə şeylər olub. Belə. Sonra da ki gəldi elə dövr gəldi ki nəhayət bu kitab nəşri zadı asanlaşandan sonra fikirləşdim. Heç kəs oxuması da öz fikirlərimi sonumuzu yazdım. Belə. Gördüyünüz kimi mənim 6 kitabım çap olunub. Onlardan əvvəlki 5 kitabdan danışaq. Əvvəlki 5 kitabdan 3-ü publisistika, sırf publisistikadır. Səfər qeydiyyatlarıdır, etnografiyadır və s. və ilə. Düzdür, həmin kitabların arxa hissəsində hekayələri də vermişəm. Amma iri həcmli, rus gəmisi onlardan fərqlənir ki, iri həcmli bədi bir roman deyirlər. Ustadlar buna deyirlər avtobiografik romandır. Mən bilmirəm ona nə ad vermək olar. Düzdür, mən özüm ad vermədim. Amma hekayəni, bu kitabı oxuyan istər Hafiz Rüstəm ustadımız, istər Professor İlham Tahirov kitabı avtobiografik roman adlandırıb. Qoy belə olsun. Bu iri həcmli nəsr janrında yazılmış bir kitabdır. Başqa bir yazıya da mən rast gəldim. Orada da roman kimi xarakterizə ediblər onun içində. Zalim müəllim, kitabda çox maraqlı bir kəndçi obrazı var. Niyə məhz kəndçi, şəhərli yox kəndçi? Doğrusu bu obrazı orada kitabda yaradanda mən fikirləşmirdim ki, bu sualı mənə çox adamlar veriblər və müsbət qəhrəman kimi qiymətləndiriblər. Doğrusu bu obrazı verəndə mən o qədər ürəyimdə elə fikirləşməmişdim ki, bu nəsə diqqəti cəlb eləyəcək. Sadəcə olaraq bir səfər yoldaşım olmuşdu, amma ümumiyyətlə mənim üçün belədir ki, gərək səfərə çıxanda, bir iş görəndə özündən zirəki ilə yola çıxasan və yaxud da hamıdan özü üstün hesab eləməyəsən. Çünki hər adamın içində səndən üstün bir cəhətlər var. Bu obraz, yəni mən təsadüfən rastlaşdı, kəndçimdir aydın məsələ, ad vermədim və bu mənə rast gələndə doğrusu kitabdan görsəndiyi kimi mən ona səfərə çıxmaq istəmirdim. Çünki mən kəndçim də tanıyıram. Biraz özündən deyən, daim özündən razı bir adam kimi mən tanıyırdım və əvvəlcə razılıq vermədim və sonra səfər müddətində və mən gördüm ki, təkcə sifətdən və yaxud da davranışla insana qiymət vermək düzgün deyil. Yəni, insana yaxından bələd olasan. Hər bir insan içində bir yaxşı xüsusiyyət var. Pis xüsusiyyətlə bərabər yaxşı xüsusiyyət var. Biz çalışmalıyıq həmin o yaxşını qiymətləndirməyə. Və mən çalışdım kitabda məhz kəndçi obrazının yaxşı cəhətlərini üzə çıxartmağa. Və ümumiyyətlə avtobiografik roman deyəndə bəlkə də oxucularla fikirləşir ki, bu kitabda ancaq mən özümü yazmışam və ancaq özümü tərif eləmişəm. Qətiyyən əsla elə deyil. Əksinə obrazın, birinci şəxsin təkində yazılan obrazın daha çox mənfi xüsusiyyətlərini qabartmağa çalışmışam ki, və bu həm də tərbiyəvi xüsusiyyətini nəzərə alaraq, yəni insan bir çox şeyləri eləyəndə fikirləşməlidir. Mənim başıma gələn kitabdakı əhvalatlar hamısı sadəlövhlükdən və tələskənlikdən və yüz ölçü pisməməzliyin əmələ gəlib. Maraqlı məqamlardan da biri odur ki, Fərhad obrazı var və bu obrazı çox müsbət xarakterizə edirsiniz, amma biz proseslərin gedişində oxucuda Fərhad haqqında bir mənfi rəy formalaşdırırız. Doğru. Əksinə mən burada biraz əksin yazmışam. Adətən müsbət qəhrəman yaratmaq istəyirsənsə, əvvəlcə onu mənfi kimi göstərirlər. Ədəbiyyatımızda belə olubdur. Ən pis adam kimi göstərirlər, sonra onun ən gözəl xüsusiyyətlərin, yüksək xüsusiyyətlərin qabardıraq qəhrəmana çevirirlər. Bunda daha yaxşı olur. Ziqzaq yaranır, təzad yaranır və insan həmin qəhrəmanı müsbət obraz kimi daha yaxşı görür. Burada isə əksinədir. Fərhad mənim gözümdə müsbət qəhrəman kimi canlanıb, yaradılıb, belə görmüşəm. Onun Birzə kəlməsi sözünü təsadüfən 2 dəfə cəmi rastlaşmışdı o adamla. Onun Birzə kəlməsi ilə durub mən getmişəm, uzaq bir səfərə, Moskvaya getmişəm, ona qoşulmuşam, getmişəm, deyək ki, Volqanın sahillərində bir bağa və bu hadisələr baş veribdir. Ona görə də tərəddüd elədim bu kitabı yazmağa ki, bu obrazı yaratmağa dəyər ya dəyməz. Amma dəyib. Amma mənim millətim də axı. Bunu mən mənfi vermək istəmirəm, bu hərəkət eləməməlidir. Amma elədiyinə görə o onsuz da ölümə məhkum idi və yaxşı ki, o yolu özü üçün seçdi və bu yolu seçməklə daha çox ölmədi, yəni. Daha çox sınmadı. Sındırmadınız. Sındırmadım, bəli. Bu göstərdi ki, bu ona layiq deyildi. Bu təsadüfi, zərərli bir vərdişin güdazına getdi. Mən həm də burada onu göstərmək istəmişəm ki,
Sağlam həyat tərzi ən gözəlidir. Zərərli vərdişlərdən qaçmaq lazımdır. Bəzən görsən zərərli vərdişlər adama bax belə bədbəxtlıqlar gətirir. Bəs ümumiləşdirici heyvan obrazı ilə bağlı əsərdəki nə deyə bilərsən? Əslində ümumiləşdirici heyvan obrazları niyə bu qədər fərqli verməyə çalışmısınız? Bu barədə düşündüm. Düz deyirsiniz. Bu hekayə, bu Culbars məsələsi əslində bir hekayə şəklində, hələ onda bu kitabı yazmaq istəmirdim, qərarlaşdırmamışdım. Əslində birinci kitabımda bir başqa adla verilib. Başqa adla verilib. Və ədəbiyyatda bir çox heyvan obrazlarına rast gəlmişik. Məsələn, ən çox it obrazı deyək ki, daha çox insanlarla gözəl xüsusiyyətlərə malik, daha çox etibarlı, sədaqətli bir obraz kimi bir çox kinolarda baxmışıq. Bəli, bəli. Kinolarda baxmışıq, ədəbiyyatlarda rast gəlib. Amma bu barədə düşündüm ki, mən bunu yazıram. Bu girəsən necə olacaq? Onlardan fərqli necə olacaq? Fərqli necə olacaq? Burada biraz fərqli bir şey yaratmağa çalışdım. Məsələn, mənim o adda, o bir hekayə, Nekrasovun da kiminsə bir, o vaxt məktəbdə oxuyanda bir tədris edirdilər Rus ədəbiyyatında, Rus dil kitabında belə bir hekayə oxumuşdum bu adda. Və mənə o kitabda göstərildiyi kimi belə bir xırda bir küçük də belə itin balasını gətirdilər. Və mən həmin kitabda o qədər vurulmuşdum o ada, xoşuma gəlmişdi o ad. Və Culbars adı ilə bilirdim, amma sonra məlum oldu ki, əslində belə türk sözüdür, silbörü deməkdir. Və bu 2 dəfə cəhd elədim, yəni bu adda itim oldu, amma onlar sədaqətli olmadılar. Amma buna baxmayaraq, burada bir ədəbiyyatda olmayan bir şey var. Sədaqətli olmayan, mənim üçün mənfi bir şeyə çevrilən bir ad, Rusiyanın çöllərində bir qəhrəmana çevrildi, məni xilas elədi. Təsadüfən o yazmışam da oxumuşsunuz o kitabda o it ki, təsadüfən düşdüm o belə bir müəyyən hadisədən sonra o qəsəbənin, Bağ qəsəbəsinin içi ilə gəzəndə o it barın üstü ilə o tərəfə qaçırdı və bu tərəfə tullanmaq istəyirdi. Və mən fikirləşirdim onsuz da ki, bu it tullansa mən yiyəcək. Çünki çox vəhşi bir it idi. Və getdim, həyatımın ən böyük səhvini elədim. Fikirləşdim ki, qurtarmışam. Barı qutarandan sonra baxdım, gördüm, ayaqqabılarım toza batıb. Ayağımı bərk yerə sıpdım. Bu görün iti qəzəbləndirdi və it tullandı oradan, gəldi mənim üstümə. Və üstümə gəlir təsəvvür edin, 1-200 metrəlik məsafə var. Bir də deyirlər belə təsadüflər, Allaha inam. Və bunlar mənim həmişə tərk eləməyən bir hisslərdir. Amma təsadüfən əvvəlcə bizim öz dilimizdə çağırdım itin adını, Alabaş, Kuçam, belə elədim, heç bir əhəmiyyət vermədi. Çünki o mənə hökmən deyəcəkdi. Çünki mən bir zəif adam, o da çox güclü bir, özü də vəhşiləşmiş bir şey, özü də qəzəblənib gəlir. Və mən təsadüfən Culbars adı çəkdim. Təsadüf, dilimə gəldi bu. Çünki elə bir itim olmuşdu. Yəni o vaxt o itin adını qoymağım məni xilas elədi. Halbuki o addan da o itdən də zəhləm getmişdi. Çünki 2 dəfə o kitabda hamısını danışmaq istəmirəm, o bizi peşman eləmişdi o. Və inanırsınız, o maşın siz sürüdürsünüz də, maşın necə qabağa bir maniyə çıxar, tormoz eləyərsən, maşın belə təkərləri yerə yapışar, xüsusi səs ilə sürüşər. Bax, mənim o Culbars deyən kimi o it elə bir sürüşdü, elə bir tormoz elədi. Və sonra məlum oldu ki, bütöv danışmaq istəmirəm, sonra məlum oldu ki, belə başa düşdüm ki, o it uzun müddət yiyəsiz qalıb orada, insanlar üçün darıxıb. Və hətta onun adını çəkəndə ona maraqlı gəldi. Bu mənim adımı hardan bilir? Və diqqətlə başladı mənə baxmağa ki, bəlkə mən tanıyır, bəlkə gördüyüm adamdır. Və belə orada da hamısını danışmaq istəmirəm, orada epizodik şey olub. Və beləliklə o it mənim dostuma çevrildi. Nəinki orada biz onunla dostlaşdıq, apardı, məni ötürdü filan. Və sonra 3-cü bir itim oldu. O çox sədaqətli oldu. O 3-cü Culbarsın, bu həmin orada Rusiya çöllərində rast gəldiyim Culbarsın şərəfinə qoymuşdum. O da çox maraqlı nüansdır. O çox sədaqətli, etibarlı bir itə çevrildi. Elə bir ki, məsələn, mən o hiss eləyirdim. Hansı hisslə bilirdim, mən bilmirəm. Bizim Birisdə rayonda dağ, təpədir. Məsələn, ha vaxt evə gəlsəm, məni həmin yerdə kəndin çıxacağını qarşılayırdı. Digər kitablarınızda, mən oxuduğum kitablarınızda sanki həm yazır, həm də çəkirsiniz. Bu, yəqin ki, rəssamlıqdan, rənglərlə bu qədər sıx bağlı olmağınızdan irəli gəlir. Rus gəmisində intiharda da mən onu təxminən hiss elədim ki, mətnlərin fərqli-fərqli rənglərini hiss elədim. Ümumiyyətlə, hər hansı bir ifadəni, hər hansı bir obrazı təqdim eləyəndə onu tabloya sığışdırmaq, yazmaq, çəkmək kimi belə bir iddianız olunmu? Daxili iddia. Çox gözəl sualdır. Bunu mən çox adamlar deyib əslində.
İlk dəfə bu ifadəni dostumuz sizin də tanıdığınız Xanoğlan Əhmədov işlədib və mənə yazmışdı, bir yerdə yazmışdı. Sosial şəbəkədə bir yazımın altına yazmışdı ki, sən həm yazırsan, həm də çəkirsən. Bəli, o ümumiyyətlə ədəbiyyatda bir şey var, təkrarçılıq, bir süjet xətti var, obraz var, ideya var, məzmun var. Bayaqları bir söhbətimizdə də bu təkrarladıq. Təsvirləri, bir də plagiatlıq var. Amma sizin təsvirləriniz daha çox real həyatla uyğunlaşır. Məsələn, indi mən sizə girişdə qeyd elədiyim kimi, o və yerdə qalanların izi ilə mən səfər elədim və sizin bütün yazdıqlarınız yerlərə getməsəm də bir çoxuna getdim və o reallığı gördüm orada. Amma ədəbiyyatda bəzən bənzətmələr çox olur. Və bənzətmələr insanı çaşdırır. Ondan danışmaq istəyirəm ki, bu ədəbiyyatda oxuyanda bu təsvirlər ki var, bu təsvirlər bəzən görürsən oxşar olur. Məsələn, deyək ki, kitabın proloq hissəsində fırtınanın təsviri. Fırtınanın təsviri. Gərək onu elə təsvir eləsən ki, oxucu özünü o gəmidə hiss eləsin. Rəngdə siz bunu təsvir eləmişsiniz nə vaxtsa? Mən elə məsmərəğul arasındakı ona görə yaxşı yaza bilmişəm ki, ümumiyyətlə suyu və havanı çəkmək rəssamlıqda ən çətin sahədir. Havanı və suyu çəkmək. Və mən bu sahədə daha çox işləməyə çalışıram ki, mən suyu və havanı real şəkildə çəkə bilim. Bilmirəm nə qədər nail olmuşam. Dəniz mənzərələri çox çəkirəm. Və orada da təsvir eləyəndə gərək ümumiyyətlə hər hansı bir sahə olsun, istər təbiəti, istər insanın xarakterini təsvir eləyəndə gərək o dediyim, oxuduğumuz o kitablarda yadımıza düşən detalları nəzərə almayaq. Özümüzün yanaşmamız olsun. Özümüzün yanaşmamız, öz təsvirimizi verək, öz şəklimizi çəkək. Elə çəkək ki, fərqli olsun. Ona görə də ümumiyyətlə təsvirləri yaradanda doğrudan da rəssamlıq karıma gəlir. Qaydaq mənim daha çox sevdiyim, təbii ki, Rus şəmsində intiharı da sevirəm. Amma o və yerdə qalanlar, enmək təhlükəsi, bu bir Güney Azərbaycan yanğısından, Güney Azərbaycan həsrətindən, orada yaşayan soydaşlarımızdan, oradakı yer və yurd adlarımızdan daha çox bəhs eləyir. Əslində, mən o kitabı həm səfərə çıxmamışdan əvvəl oxumuşdum, həm də səfər əsnasında oxudum və sizin o kitab həqiqətən də Ərdəbildə çox sevilir. Mənim tanıdığım və sizin də tanıdığınız insanlara o kitablardan gedib çatıb və onlar belə deyək də, Şimali Azərbaycanda, Azərbaycan Respublikasında bir yazarın, bir yazıçının bu yer və yurd adlarına bu qədər önəm verməsini çox yüksək qiymətləndiriblər. Əslində, yaddan çıxan bu yer və yurd adlarımızın təkrar bizə tanıtdığınız üçün mən bir daha təşəkkür edirəm. Və onun ardıca da enmək təhlükəsi. Yenə də o bağı siz davam elətdirmişsiniz. Niyə təkrar enmək təhlükəsində bu bağı? Nəsə çatışmırdı birinci kitabda, yoxsa? Çox gözəl nüanslara toxunursunuz, Məcə, sağ olun da, peşəkar jurnalist ona görə. Təşəkkür edirəm. Deməli, əslində enmək təhlükəsi Cənubi Azərbaycan barədə kitab deyil. O tamam başqa bir məsələdən danışır sonra. Amma həmişə kitab çap eləmək mümkün olmur deyə, mən o və yerdə qalanların davamını getdim yenə. Sizin o gəzdiyi yerlərdən daha çox yerlərə getdim, gəzdim. Ümumiyyətlə, mənim məqsədim nədən ibarət idi? Çox danışılır burada Cənubi Azərbaycandan, onun etnoqrafiyasından, tarixindən və mən ayrıca bir kitab yazmaq niyyətində idim və getdim, sizin gördüyünüz o məntəqələrdən kənara çıxdım, daha çox ərazilər getdim, gəzdim və məqsədim ümumiyyətlə bütün Cənubi Azərbaycanı, mən Cənubi Azərbaycanı bu diaqonaldan o diaqonala, bu diaqonaldan o diaqonala gəzmişəm bütöv. Yəni Ərdəbildən çıxmışam ta Culfiyə qədər, buradan o tərəfə hamısını gəzmişəm. Amma yazmamışam hamısını fikir. Hamısında bir dəfənə, bir nəfəsə qeydlər götürmək olmur. Çünki elə belə sadə qeydlər nə olmur? Hamı bacarar. Təbii. Diqqətlə yanaşasan hər bir şeyə. Niyə davamı oldu? Və davamı da ona görə oldu ki, mən onun davamını getdim, gördüm və yazdım. Orada kitabın ikinci hissəsində daha geniş məlumatlar var. Tarixə daha çox meyilli olmuşam orada. Və dediniz, o və yerdə qalanlar ki, Qulaq Səsdir, dəyərli Qulaq Səsdir onun redaktoru. Çox gözəl də ona bir ön söz yazıb. O kitab doğrudan da Cənubi Azərbaycanda yayıldı və hətta mənə Ərdəbildə oranın ustandarı mən dəvət elədi. Və mənlə söhbət elədik və buradan birbaşa onun dəvəti ilə getdim ora. O kitabın orada çap olunması üçün şeylərdi. Orada bir iki yer var. Dedilər buna çıxart. O bir iki yer
bütöv Azərbaycan haqqında olan yerlərdir. Aha, senzura. Bəli, bütöv Azərbaycan. Dedim, yox, kitabın canı buradadır. Mən sizin yaxşı cəhətlərinizi yazmışam, minus cəhətlər. Məsələn, orada oxuyubsa gözləyici edirəm. Şah Abbas Kərvansarası barəsində mənfi fikirlərimi bildirmişəm ki, bu boyda bir tarixi abidə uçub dağılır. Atların, uzunqulaqların bir yataq yerinə çevrilibdir. Zəlzələdə deməklə ki, onun birinci mərtəbəsi varmış. Deşilib bərbad halda qalır. Məsələn, onu yazmışam olduğu üçün belə olmaz. Və yaxud Əşq qalasından yazmışam ki, Əşq qalasının yanında bir Müsəllah adlı böyük bir Cənubi Azərbaycanda ən böyük deməli cümə məscidi tikilir. Getmişsiniz, görmüsünüz. Bəli, görmüşəm. Və məcburi deyildi ki, bu bura salınsın. Ki, ona görə də Əşq qalası sökülsün. Və yaxud da dedim onların özlərinə. Dedim, ola bilərdi ki, bu da qalsın burada, bu bizim yeni abidəmiz, bu da köhnə abidəmiz. Buna da baxılsın, buna da baxılsın. Bu çatdı, qalsın orada, amma sökülməsin. Deyəsən, indiyə qədər hələ sökülməyib o. Və sonra orada heç vaxt, heç bir yerdə oxumadığımız bəzi məqamlar, tarixi məqamlar orada tapdım. Məsələn, Pəhləvilər haqqında. Onun Pəhləvinin, deməli, Rıza Şah Pəhləvinin yoldaşının kitabını tapdım orada. Sonra o kitab gəldi, çıxdı burada, tərcümə elədilər. Çox maraqlı yerlər toxunmuşdum və davam eləməli idi bu. Sonra müəyyən səhhətimlə bağlı, sonra yolların bağlanması ilə bağlı bu səfərlər davam elətdirə bilmədim və o kitabın davamı olmadı. Və yazmağı, sərhədlər bağlansa da yazmağı davam elətdirmisiniz. 2 kitab birbaşa müharibədən sonraki dövrə təsadüf eləyib, şəhidlərimizi yad eləmişsiniz, xatırlatmışsınız, tarixdə saxlamağa çalışmışsınız. Burada yardımlı şəhidlərlə bağlı böyük bir əsərdən söhbət gedir və mən xatırlayıram, sizinlə danışırdıq o zamanlar. Çox ağırlı bir günlər idi, bunları dinləmək, bu ailələri dinləmək, bunları qələmə almaq və digər bir kitabda bir şəhidlə bağlı Məhəbbət qürbətə gedərmiş. Məhəmməd Məmmədov. Aha, o da çox ağır kitabdır, ağır əsərdir və orada da bir şəxsin həyat hekayəsindən, sevgi hekayəsindən, müharibə tarixçəsindən bəhs olunsa da siz onu gözəl qələmə almışsınız. Ümumiyyətlə, şəhidlərlə bağlı yazılan bütün əsərlər bir çox müəlliflərlə danışmışam. Onları demək olar ki, depressiya salıb. Müəllifləri depressiya salıb. Onların gəncliyini öyrənmək, yazmaq, araşdırmaq və digər bu kimi xüsusatları qələmə almaq bir yazıcı üçün ağırdır. O göz yaşları, o yaxınların istirabları, o həyatın nəql olunması və sair bu kimi məsələlər. Və bu kitablar sizi yordu. Düzdür, sizə həm də sizin daha çox tanınmanıza səbəb oldu. Yazısı kimi daha çox püxtələşməyiniz də bu sahədə. Çünki ədəbiyyatda vətən, müharibə, şəhid bizim üçün yad idi. 30 il bundan qabaq bir neçə müəllif işarə eləmişdi, amma 2020-ci ildən sonra demək olar ki, bu mövzu daha da aktuallaşdı və bu ağırlığı mən bildiyimə görə siz yaşadınız. Hətta bir müddətdə çox çətinlik çəkdiniz, depressiya filan, məsməkan. Nə yaşadınız ümumiyyətlə? Yox, o depressiyanı biz əvvəldən də yaşamışdıq. Mənim 1-ci Qarabağ savaşında qucağımda böyüyən dayım oğlu şəhid oldu. Və o kitabda sonda verilib o. Onda nələr çəkdiyi biz bilirik. Yəni, o ağırları biz çəkmişdik. O, nə əziyyət çəkdiyi, bunlardan danışmaq istəmirəm. Necə kitab yarandı, hansı çətinliklərlə, müsahibə vermək istəmirdilər hərbiçilər. Çox çətinliklər var və nə bizim səhhətimizdə nə problemlər yatıb, nə olmuş olsa belə, nə əziyyət çəksək belə, şəhidlərin əziyyətindən yüksəkdə deyil. Yəni, o bizim borcumuzdur. Amma o kitablar yazılmalıdır. Bugün də elə düşünürəm, yazılmalıdır. Məsəl üçün, yardımlı şəhidlərin haqqında 540 səhifəli bir kitab yazdıq. Və mən fikirləşirəm, 2 il sonra yazıldı o kitab. Yəni, 2 il yazan olmadı açığı. Yazmaq istəyənlər yarımçıq qoydular. Və əslində o kitabı yazmaq istəmirdim. Fikirləşirdim, mən Bakıda yaşayıram, orada yaşayan yaxşı yazarlarımız var, onlar yazsınlar. Və nəhayət onlar özləri həvalə elədilər ki, bunu sən öhdəsindən bəlkə sən gələ bilərsən, bu işlə məşğul ol. Oldu, yazdıq, halal xoşlar olsun, zəhmətlərimiz hamısı onlara halaldır. Və orada demək, çox sevinirəm ki, şəhidlər hamısı bizim üçün əzizdir. Amma rayonumuz da bizim üçün daha çox əzizdir. Biz orada yaşayırıq. Oranın şəhidlərin hər kəsin, hər rayon yazmalıdır, yaratmalıdır, filmlər çəkilməlidir, kitablar yazılmalıdır. Və nə yaxşı ki, bizim rayonumuzun 37 şəhidi haqqında da biz o kitabı ərsəyə gətirdik. Burada bir məsələ xüsusi qeyd edeyim ki,
burada portret yazılar deyil. Məsələn, siz bir şəhidinlə bağlı onun cəbhə yoldaşını danışdırmaq üçün Baxıran Bərdəyə getmisiniz, Biləsuara gəlmisiniz. Azərbaycan müxtəlif rayonlarında olmusunuz. Hər yerdə. Yəni bu araşdırma tələb eləyir də. Portret yazı oturursan bir şəhid haqqında öz düşüncələri yazırsan, amma siz burada sırf yəni gəzmisiniz, axtarmısınız, tapmısınız və onu qələmə almısınız. Bəli, bəli. Hər bir yer gəzilib, döyüş bölgələri, şəhid olduğu yerlər, komandirləri, oturduğu elədiyi uşaq, gənclik dostları, sinif yoldaşları, hər biri haqqında. Əslində o kitab 530 neçə səhifə deyildi, o 1500 səhifə idi. Kitabın xərcləri var axı bilirsiniz. Bəli. Və bunları nəzərə almaq lazımdır. Həm də biz o kitabı istəmədik ki, kiminsə sponsorluğu altında eləyək. İstədim o kitabı özüm eləyim, hər bütün xərcin filan özümüz çəkək, ailəmiz çəksin. Ona görə də biraz ağırdı deyə, bu kitabın dili də ağırlaşdı əslində. Yəni bir var publisistik janr, bədi janr və yaxud da hərbi publisistik janr filan. O 1500 səhifə olan deməli kitab daha maraqlı idi, daha belə deyim, çünki orada təsvirlər vardı, döyüş yerlərinin təsvirləri, nə bilim uşaqlıq yerində keçdiyi o təbiətin təsvirləri hamısı var idi. Amma biz onu sıxdıq və məcburiyyət qarşısında qalıb sıxdıq və biraz hərbi dildə oldu, daha da dəqiq, konkret məsələləri saxladıq. Amma yenə olsun. Olmamaqdan sonra amma bunun ərsəyə gəlməsi də böyük bir şeydir. Zahid müəllim, siz yazmaqla bərabər həm də tərcümə ilə məşğulsuz. Bir çox elmi kitabların tərcüməsini həyata keçirmisiniz. Tibbi biologiya. Biologiya. Bu həm də sizin ixtisasınıza çox yaxın olan bir sahədir. Unutmamaq üçün eləmişəm. Bunu pul qazanmaq üçün yoxsa maraq üçün? Yox, pul da var orada. Mən sizə deyim. Pul deyəndə o tərcümədə siz deyən o qədər yüksək pul yoxdur. Amma mən yüksək bir pul almıram. Yəni qanara elə yüksək deyil. Qazancım da başqa yerdən azdır yəni. O kitabları nəşr etdirməkdən ötəri müəyyən qədər mənə maddi vəsait lazım idi əslində. O tərcüməçiliyə əslində qoşulmağımın səbəbi bu olub. Oradan qazandığım verib o kitablarımı nəşr etdirmisiniz. Nə yazmaq istəyərdiniz? Nə yazmaq istəyirəm? Çox da o da belə düşündürən suallardır. Bir kitab haqqında düşünürəm əslində. O kitab hekayə şəklində var. O deməli Əmək Təhlükəsi oxuduğu Əmək Təhlükə kitabında Tənha Məzarın hekayəsi deyilən bir hekayə var. Bu da çox böyük səs-küy yaratdı və tanınmış insanlar, tanınmış yazıçılar, hansı siz də onları tanıyırsınız, mənə elə açıq pəncərədən mənə yazdılar ki, sən bunu romana çevir. Düzdür, qabaqda şəhidlərimizin, onun arxasıca müharibə düşdü. Bildiyiniz kimi o 2 dənə kitab ərsəyə gəldi. Onlar da vaxt aparan şeylərdir hamısı. O qaldı, o arzular qaldı. Və bu Rus gəmisində intihar çox mənə narahat eləyirdi. Çünki hissə yazılmışdı o. Onu saldım qabağa. İndi əgər inşallah salamatçılıq olsa, onu yazmaq istəyirəm. Çünki o da çox maraqlı bir kitabdır. Yəni o artıq birinci şəxsin dilindən nəql olunmur. Amma Rus gəmisi daha çox birinci şəxsin dilindən. Bəli. O bədi, amma sonunda gələn mənə çıxır. Yəni hadisələr cərəyan eləyir. 41-45-ci il müharibəsindən qabaqdan başlayır, gəlir müasir dövrə çıxır və həmin adam ki, belə deyək də, oxumursuz, əmi oğlu, əmi qızı sevərək bir-birinə evlənmişdilər, getdi müharibəyə, oğlan getdi müharibəyə və orada itkin düşdü, qara kağızı gəldi və sonra kənd soveti aldı onun həyat yoldaşını. Bu qayıdıb gələndən sonra gördü artıq həyat yoldaşının 2 dənə uşağı da var. Bu olmuş hadisədir. Və sonra proseslər baş verdi, sonra İran yolları açıldı, biz getdik Cənubi Azərbaycana, orada o adam rast gəldi mənə, halbuki danışmırdı, heç kəsə demirdi ki, mən, çünki əvvəlcə qorxudan, sonra da ümumiyyətlə istəmirdi. O adam mənə rast gəldi, hansı ki, burada ölü bilirdilər. O adam mənə rast gəldi Parsabad şəhərində və çox təkiddən sonra, hətta mənə çox bezitdi, nəhayət danışdırdım o həyatın. Həyatını danışdırdım və sonra o ki, müharibə gedəndə ona bir dəsmal vermişdi əmisi qızı. Onu saxlamışdı və xilas eləmişdi. Onu deməli Almanların kaskasından bir qutu düzəltmişdi, qoymuşdu döş cibinə. Güllə düz dəymişdi orada. Mən gözümlə görmüşəm onu. Və bir deşik açmışdı, dəsmalı yandırmışdı. O başında bir balaca qabağa eləmişdi, amma keçməmişdi. Düz ürəyinin başından dəymişdi. O saxlamışdı həmin o şey. Və sonra mən gətirdim, mənə verdi. Çox təkiddən sonra mən o dəsmalı gətirdim, o qadına verdim. Əmi qızıya verdim. Artıq onun həyat yoldaşı ölmüşdü. Köçmüşlər, Biləsuvar şəhərinə köçmüşdür. Getdim orada tapdım. Mən həyatda verdim onu
Dedim, hə, əvvəl göstərməmişdən qabaq dedim, mən filan kəsin yanından gəlirəm. O da dedi, ay bala, elə bu da elə vərdişkar olub bu cəmaət. Birinin əri tapılır, birinin qardaşı tapılır. Belə şeylər boş ver, yalan söhbətlərdir hamısı. Çıxartdım dəsmalı qoydum qabağına. Dedim, sizə tanışdı. Baxdı, tanıdı. Axı məhəbbət var. Aha, neçə il keçmişdi üstündən? Təsəvvürlə olub 41-ci ildə olub o hadisə baş verir 85-ci il. 93-cü ildə, 94-cü ildə. Çox keçir. 50 ilə yaxın. Hə, uşaqları, onun uşaqları böyük ailəli, bunun uşaqları böyük ailəli. Xatırladı nə dedin ümumiyyətlə? Siz inanırsınız Niyaz müəllim, o hadisəni mən təsvir edə bilmədim. Keçdim üstündən. İndi kitab şəklinə sala bilsəm təsvir eləyəcəm. Deyirəm təsvir güclüdür, təsvir eləyəcəm onu. O an çox ağırlı bir an idi. O heç nə demədi. Ay sən bunu yalan gətirmisən, düz gətir, heç nə demədi. Sadəcə olaraq o dəsmala baxdı, ağladı. Bir nöqtəyə baxdı. Və mən onu elə qoydum, nömrəmi də yazdım, qoydum qəndqabının altına. Mən vaxtdan çay gətirmişdilər. Biz həyatda şeydə oturmuşduq. Talvar deyirlər də bizdən talvarın altında oturmuşduq. Və çıxdım, gəldim. Sonra danışmışdı məndən sonra övladlarına. Övladları mənə zəng elədi ki, anam görmək istəyirəm sizi oğlum. Fikirləşdim ki, mənə tapışdırıb o kişi axı, mən sizə eləməyəm. Ünvanımı demə falan. Demə, hə, demə. Bunu apar ver, amma deməylə. İndi bir dənə sual doğacaq, deyəcəm. Məsələn, sual deyə bilərsən, niyə çıxmadı meydana və niyə? Bu da maraqlıdır. Bu da maraqlı mövzudur. Niyə demədi ki, mən sağam da? Deyə bilərdi orada. Niyə deməyib? Bu danışım, çünki düşüncəm çıxar. Buyurun. Deməli, dedim icazə alım. İcazə alanda məlum oldu ki, artıq xərçəng xəstəliyinə tutulub və heç kəsi görmək istəmir və əmisi qızını da görmək istəmir. Mənə çox adam deyir ki, sən bunları niyə görüşdürmədin? Sonra həyatda görüşməmişdilər, görüşmür. O kişi öləndən sonra mən getdim onun dəfnində iştirak elədim filan, onun işim yox. O qadın da sonra getmişdi əmisini. Tək həmin o dağın kəlləsindəki gəlib orada qışqırırmış, sən belə niyə elədin, Zöhrə qışqırırmış deyir. Burada bağırırdım həmişə. Sən niyə ərə getdin məndən sonra? Zöhrə idi qadınlar. Bəli. Sən niyə kitabın adı elə bəlkə sən niyə belədin, Zöhrə olacaq. Hər yaza bilsən. Sən belə niyə elədin? Həmin yerdə də vəsiyyət eləmişdi, orada dəfn olundu. Tək tənha bir dənə məzar orada dayanıb qalıb. Sonra getmişdi məzarı ziyarət eləmişdi. Onunla da çox çəkmədən özü də ağlaya-ağlaya ölüb getdi, nəysə belə. Amma orada mən o hekayənin sonunda maraqlı bir nüansı tapdım. Deyirsə, rəssamlıq mənim karıma gəlir bəzən. Və mən getdim, gördüm ki, məzarın bizdən fərqli olaraq, indi onlarda var, şəhərlərdə zətdə olur, amma çox qəbirlərdə olmur. Kişinin şəklini vurublar. Kişi məzarda üzü qibləyə düz yardımlıya baxır, bizim tərəfə baxır. Şəkli isə düz beləsi var tərəfə baxır. Çox maraqlı bir şeydir. İndi desən, niyə demədin? Axı, bizim mentalitetimiz var. Əgər orada o üzə çıxsaydı, birinci o necə yaşayacaqdı, özü necə yaşayacaqdı və qadın necə yaşayacaqdı. Aydın məsələdə bu sağlığı biləndən sonra onların kəbinin nə vəziyyətdə olacaq, biabırçılıq olacaqdı. Orada da o əmisi qızının biabır olmağını fikirləşərək tərk yolu çıxıb gedib İrana. 49-cu ildə Sovet qoşunlarına qoşulub gedib İrana. Maraqlı. Çox müsibətlərsə ki, bunu böyütmək olar, böyüdüb yazmaq olar. Buna oxşar kitablar çoxdur. Məsələn, Tütək səsi var, nə bilim, Əlibala Hacızadən buna oxşar şeyləri var filan. Əsərlərimizdə var. Amma bu tamam fərqli bir şeydir. Tamam başqa bir həyatdır. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında belə nümunələr var. Çox maraqlı oldu, mənim üçün də çox maraqlı oldu. Kişinin yanaşması, qadının yanaşması, unutqanlıq olmayıb da, saf eşq, saf məhəbbət olub. Heç vaxt olmayıb da. Mən onu deyirəm istəyirəm ki, bax, ruslar nostalgiya deyir. O heç vaxt adamı tərk eləmir ki. Bu kitabda Rus cəmiyyətində intiharda oxucular niyə görə bəyənir? Onlar oxuyan kimi özlərini həmin dövrdə hiss edirlər. Cavan, Sovet dövrü, gəzdikləri şəhərlər filan. Mən onu demək istəyirdim. Burada iki dövr hardasa xarakterizə eləmişsiniz. Dövrün ictimai, siyasi... Bütün ictimai, siyasi formasiyalar var orada. Aha. Sovet dövrü, sonra durğunluq dövrü, və nə müstəqillik? Zastoy deyirdilər, o Brejnev Zastoy dövrü, sonra keçid dövrü və müstəqil Azərbaycan dövrü. O hamısında yaşadığımız deyə hər birindən müxtəlif epizodlar var orada. İndi həyatımızda hər bir insan həyatında ekstremal şeylər, siz də çəkirsiniz. Vəziyyətlər olur, bəli. Orada hamısı təsvir olunmayıb ki. Kitabın, bayaq ustadımızın dediyi kimi, kitabın ideya məzmunu var. Gərək o hadisələr ideya məzmunu tamamlasın. Məsələn, burada bir hadisə haqqında danışırıq, oxucu elə bir gələr ki, bunun bu məsələyə dəxli var. Amma görürsən, kitabın sonunda o lazımdır onu o yazmaq. Çünki ondan bağlıdır. Təşəkkür edirəm. Mən sizə bol-bol yaradıcılıq arzulayıram və biz gənclər, biz də gənc deyilik, amma sizə nisbətən gəncik ki, bizdən daha məhsuldar işləyirsiniz.
oturub işləmək, davam eləmək sizdə daha güclüdür. Mən sizə uğurlar arzulayıram. Sağ olun. Sözün əsl mənasında həm sosial şəbəkələrdə fəalsınız, həm yazmaqda, yaratmaqda, tərcümədə fəalsınız, həm çəkirsiniz, davamlı olaraq çəkirsiniz. Düşünürəm ki, bu prosesi biz illər bundan sonra da görəcəyik, sizin timsalınızda davam edəcək. İnşallah ömür Allahdan, arzu bizdəndir. Mən sizə təkrar təşəkkür edirəm. Mən təşəkkür edirəm. Bizim Dəfələrlə dəvət studiyamıza. eləmişdiniz, bu yana çəkdi. Mən çox israr elədim ki, bir oturaq söhbət eləyək və bu da düşdü Rus gəmisində intihardan sonraya. Bir daha uğurlar. Mən elə bilirəm ki, məhz bu dövrə düşməyi də təsadüfi deyil. Siz də o kitabı oxuyanda qayıtmısınız o dövrlərə. Hə, mənim də bir ömrümün bir hissəsi təxminən o dövrə təsadüf eləyir və düşünürəm ki, hər bir oxucu özün görür. Ümumiyyətlə əsərlərdə oxucular özlərini görməyə çalışırlar. Yaşadıkları hekayətləri, yaşadıkları dövrü, zamanı görmək istəyirlər. Mən sizə uğurlar arzulayıram. Sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Sağ olun.